Salam əziz şagirdlər, müəllimlər. Mən Aysel müəllimə. Bu gün sizlərə Azərbaycanın fiziki coğrafi rayonları haqqında məlumat verəcəm. Azərbaycanın fiziki coğrafi rayonlaşması relyef və landşaft xüsusiyyətləri ilə aparılır. Hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yaxud oxşar ərazilərdən ibarətdir. Bu ərazilər iqlimin, relyefin, geoloji quruluşun, təbii landşaftların oxşarlığına görə qruplaşdırılır və xüsusi ərazi vahidlərinə, rayonlara ayrılır. Bu fiziki coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma aşağıdakı vahidlər üzrə aparılır: ölkə, vilayət, yarım vilayət, rayon. Bu bölgü vahidləri siyasi inzibati bölgü ilə əlaqəsi olmayan və müəyyən təbii sərhədlər daxilində yerləşən ərazilərdir. Azərbaycan ərazisi iki fiziki coğrafi ölkənin, Qafqaz və Ön Asiya ölkəsinin daxilində yerləşir. Bu fiziki coğrafi ölkələr daxilində 5 fiziki coğrafi vilayət ayrılır. Böyük Qafqaz vilayəti, Kiçik Qafqaz vilayəti, Kür dağarası çökəkliyi, Lənkəran vilayəti Ön Qafqaz ölkəsinə aiddir. Orta Araz vilayəti isə Ön Asiya fiziki coğrafi ölkəsinə aiddir. Orta Araz və Lənkərandan başqa digər vilayətlər yarım vilayətlərə bölünür. Vilayət və yarım vilayətlərin daxilində isə 19 fiziki coğrafi rayon ayrılır. İndi isə başlayaq Böyük Qafqaz vilayətindən. Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Bu vilayət Xəzər dənizi sahilindən mütləq yüksəkliyi 4466 metr olan Bazar düzü zirvəsinə qədər davam edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Vilayət zəngin faydalı qazıntı yataqlarına, neft, təbii qaz, yanar şist, polimetal və mineral su mənbələrinə malikdir. Böyük Qafqaz vilayəti sıx çay şəbəkəsinə malikdir. Çayların əksəriyyəti öz mənbəyini baş su ayırıcı silsilədən götürərək Kür çayına və birbaşa Xəzərə tökülür. Düzənliklərdə əsasən şor sulu, dağlıq ərazilərdə isə şirin sulu göllər yayılmışdır. Böyük Qafqaz dağlarında torpaq bitki örtüyü, heyvanlar aləmi, təbii landşaftlar yüksəklik qurşaqları üzrə paylanmışdır. Düzənliklərdə yarımsahra və quruçöl landşaftı, hündür ərazilərdə isə dağ landşaftı üstünlük təşkil edir. Yarımsəhralarda boz qonur, Samur Dəvəçovalının şimalında düzən çəmən meşə torpaqları yayılmışdır. Dağlıq ərazilərdə qara, şabalıdı, dağ çəmən, qəhvəyi və qonur dağ meşə torpaqları formalaşmışdır. Böyük Qafqazın zəngin təbii şəraiti və ehtiyatları burada müxtəlif təsərrüfat sahələrinin yaranmasına imkan verir. Xəzər dənizinin Nabrandan Abşerona qədər ecazkar qızılı qumlu sahilləri, bol günəşli çimərlikləri Azərbaycanın əsas sağlamlıq və istirahət zonasıdır. Abşeronda, Nabranda, Qəbələdə, Şəkidə, Zaqatalada iri turist bazaları fəaliyyət göstərir. Qalaltı, Şıx mineral bulaqları böyük müalicəvi əhəmiyyətə malikdir. Böyük Qafqaz vilayətinin rayonlarından birincisi Samur Dəvəçi rayonudur. Relyefi düzənlikdir. Çox hissəsi okean səviyyəsindən aşağıdadır. Neft ehtiyatı ilə zəngindir. Siyəzən. Şimal hissəsində şirin qurun suları səthə çıxaraq düzən meşələri yaradır. Torpağı düzən çəmən meşədir. İqlimi yarımsəhra və quruçöldür. Laqum mənşəli Ağzıbirçala gölü burada yerləşir. Ön Qafqaz tektonik çökməsində yerləşir. Böyük Qafqazın şimal-şərq yamacının çaylarının mənsəbi bu rayonda yerləşir. Qusar, Qudyal, Vəlvələ, Qara və s. Şimalda Rusiya ilə sərhəddir. Samur-Yalama Milli Parkında düzən meşələri mühafizə olunur. Səthi 4-cü dövrün cavan çökmə süxurları ilə örtülüb. İkinci rayonumuz Qonaqkənd rayonudur. Dağlıq fiziki coğrafi rayondur. Rusiya ilə sərhəddə yerləşir. Qonaqkənd Böyük Qafqaz vilayətində bütün fiziki coğrafi rayonlar ilə sərhəddə malikdir. Çox hissəsi dağ meşələri ilə örtülüdür. Torpağı qəhvəyi və qonurdur. Xaltan, Cimi, Xaşı, Qalaltı kimi mineral bulaqlar bu fiziki coğrafi rayonda yerləşir. Dağ meşələrindən yuxarıda dağ çəmən qurşağı yayılıb. Torpağı çimli, torflu, ibtidaidir. Dağ çəmən qurşağı yay otlaqları kimi istifadə edilir. Mülayim iqlimdən tutmuş dağ tundra iqliminə qədər bir çox iqlim tipi yayılıb. Qusar maili düzənliyində yağıntılar bərabər paylanan mülayim iqlimdir. Yan silsilədə isə qışı quraq keçən soyuq iqlim. 2700 metrdən yüksəkdə isə dağ tundra iqlimi tipi hakimdir.
Çayları dərin kanyonvari dərələr yaradır. Bəlbələ-çay üzərində Təngi dərəsi yerləşir. Dağlıq fiziki-coğrafi rayonda olduğu kimi, burada Yura və təbaşir yaşlı süxurlar yayılıb. Yanar şist ehtiyatlarına rast gəlinir. Şahdağ Milli Parkı bu fiziki-coğrafi rayonun bir hissəsini əhatə edir. Üçüncü rayonumuz Zaqatala Lahıcdır. Rusiya ilə sərhəddə yerləşən bu fiziki-coğrafi rayon Böyük Qafqazın cənub yamaclarını təşkil edir. Dağlıq relyef nəqliyyat şəraitini çətinləşdirir. İqlimi yağıntıların bərabər paylanan mülayim isti, il boyu yağıntılı, soyuq və dağ tundradır. Orta dağlıqda meşə landşaftı yayılıb. Torpağı qəhvəyi və qonurdur. Yüksək dağlıqda isə dağ-çəmən landşaftı örtülüb. Torpağı çimli, torflu ibtidaidir. Dağ-çəmən qurşağı yay otlaqları kimi istifadə edilir. Zaqatala Lahıc fiziki-coğrafi rayonundan başlayan çaylarda güclü daşlı, palçıqlı sellər müşahidə olunur. Şin, Kiş, Kürmük, Daşağılçay və s. Bu zonanın çayları əsasən yeraltı sularla qidalanır. Bu fiziki-coğrafi rayonda Zaqatala, iri su qoruqları, dağ landşaftları və nadir heyvanları mühafizə edir. Yura və Tabaşir yaşlı süxurlar üstünlük təşkil edir. Azərbaycanda Lənkəran təbii vilayətindən sonra ən çox yağıntı Zaqatala Lahıc fiziki-coğrafi rayonuna düşür. Böyük Qafqaz vilayətində yeganə polimetal filizi yatağı bu fiziki-coğrafi rayonda yerləşir. Filiz çay, Katexç çay, Kastaq, Mazın çay. İri su və Xalxal kimi mineral bulaqları var. İri su, Qaxda, Xalxal isə Oğuz rayonunda yerləşir. Dağlıq Şirvan rayonu Böyük Qafqazın cənub-şərq yamaclarını təşkil edir. 8-9 bal gücündə zəlzələ zonasında yerləşir. Yayı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Faydalı qazıntılarından yanar şist ehtiyatları burada yerləşir. Şabalıdı, qəhvəyi dağmeşə, qonur dağmeşə, dağ-çəmən torpaqları bir-birini əvəz edir. Şamaxı, İsmayılıda qara torpaqlar geniş yayılıb. Heç bir xarici ölkəyə çıxışı yoxdur. Süxurları alçaq dağlıq hissələrdə Polyogen, orta dağlıq hissələrdə isə Təbaşirdir. Pirqulu Dövlət Qoruğunda qaraçöhrə ağacı qorunur. Sumqayıt çay, Pirsad çay, Ağzu, Girdiman kimi çayların mənbələri burada yerləşir. Çuxuryurd mineral bulağı burada yerləşir. Şamaxı rayon ərazisində. Abşeron Qobustan Xəzərin sahillərində yerləşən bu fiziki-coğrafi rayonda arid dendasyon relyef formaları geniş yayılıb. Yarğan, Qobu, Bentlet torpaqlar. Xəzər sahillərində isə abrozyon relyef formalarına rast gəlinir. Yəni dalğaların fəaliyyəti ilə yaranmış relyef formaları. Çayları yay aylarında quruyur və az suludur. Xəzərə çatmır. Palçıqlı sellər gətirir. Pirsad, Sumqayıt çayı ceyran keçməz. Torpaqları boz qonurdur. Qış otlaqları kimi yayılıb. Neogen, Palyogen və 4-cü dövr süxurları geniş sahə əhatə edir. Abşeron qoruğunda Xəzər suitisi qorunur, hansı ki Xəzərdə yaşayan yeganə məməli heyvandır. Fiziki-coğrafi rayonda neft ehtiyatları ilə bütün Azərbaycanda tanınır. Ona görə də torpaqları çirklənib və onların rekultivasiyaya ciddi ehtiyacı var. Bundan başqa Abşeron Qobustanda texnogen landşaftlara daha çox rast gəlinir. Masazır, Böyük Şor, Binəqədi kimi şor göllərində duz və yod brom əldə edilir. Fiziki-coğrafi rayon neft-qaz ehtiyatları ilə zəngindir. Bundan başqa tikinti materialları, kvars qumu, duz ehtiyatları da var. Azərbaycanda olan palçıq vulkanlarının çox hissəsi burada yerləşir. Bakının Qaradağ rayonunda Qobustan Dövlət Qoruğu yerləşir.